1998-ci il iyun ayının 11-də Xosrov Əfəndiyevin rəhbərlik etdiyi banda Bakıda ilk cinayətini törədir. Zəruri məlumatlar əldə etdikdən sonra quldurlar Azəriqaz Baş Tikinti İdarəsinin rəisi Afiq Vəliyevin yaşadığı mənzilə basqın edirlər. Səhər saat 11 radələrində Əfəndiyev qardaşları və Qafur Xudaverdiyev Babək prospektindəki 79 sayılı evin 45 nömrəli mənzilinə gəlirlər. Basqın zamanı Xosrovun üzü açıq, digər 2 nəfər isə maskada olurlar. Vəzifə bölgüsünə əsasən o qapının zəngini basaraq güya dəvətnamə gətirdiyini bildirir. Afiq Vəliyevin oğlu Anar qapını açandan sonra mütəşəkkil dəstə zorla mənzilə daxil olur. Evə olunmuş basqın barədə qonşuları xəbərdar edə bilmələrinin qarşısını almaq məqsədi ilə onlar xanım İbrahimovanı, Anar, Kamran və Rəqsanə Vəliyevləri hamam otağına keçirdirlər. Özləri isə mənzildə axtarışa başlayırlar. Hansı silahlarla, hansı vəziyyətdə Bir dənə tapanca. Tapanca kimlərdir? Bir dənə nasibdə bıçaq idi, o kəpər bıçaqlar var, belə açılır. Qapıda tapanca. Tapanca, nə marka tapanca? Vallahi onun adını bilmirəm, o da qutuyla dediyim o sərmənsə var. Səs boğucu ilə. Səs boğucu ilə. Sizdə nə silah var idi? Məndə də işim. İçəri gələndən sonra amma bıçağı götürürkən, üstündən bir 15 dəqiqə verir. Qapıya kim yaxın? Qapını döydünüz, hansı Bir nəfər cavan olan çıxdı, cavan. Yox, siz 15-16 yaşında dedi, nə lazımdır, dedim, dəvətnamə. İçəridən soruşdun ki, nə lazımdır? Dəvətnamə. Açanda bura girdilərdi mənə. Dəvətnamə hardan gətirmişik, kimə gətirmişik, kimin adına dəvətnamə? Yox, o sual olmalı, da. Yox, içəridən soruşdun ki, kimin adına dəvətnamə, kimə? Soruşdurmalı, elə açıldı. Cavan uşaq açdı, təxminən neçə yaşında? 14-15, bilmirəm. Qonşu mənzildən ehtiyat eləmirsiniz ki, qonşu mənzilin qapısı açıla bilər, bağlana bilər, eşitmək olar, elə bir? Yox, ona fikir vermədik. Fikir vermədiniz? Qapını Glazoka sağ qız yapışdırılmamışdı ora? Bilmirəm. Yadında deyil? Yox, hər kim ola bilər yapışdırırlar. Buyur, ifadəyə davam elə. Evə girəndən sonra evdə kimləri gördünüz? Kim var idi evdə? Nə işlə məşğul idilər? Uşaqlar çox idi. Uşaqlar? Balaca uşaqlar? 10 yaşında, 11 yaşında. Neçə uşaq təxminən? Nə bilim, valla deyəm mən 5-6 gün olardı. Sonra ifadəyə ver. Sonra biz bu yana keçdik. 2 qadın var idi? Hə, 2 qadın, biri qonşuydu. Hardan bir qonşu olmalı? Öz deməyinə görə qonşuydu. Nə tələblə, nə oldu sizin mənzilə girəndən sonra? Sonra biz pul tələb elədik. Kimdən tələb edirdiniz? Yanındakı evin qadınından. Qadın dəqiqləşdirdiniz ki, qadınlardan hansı evin sahibəsidir? Hə, də özü dedi. Hansı çıxdı ona, hansı boy buxunda, necə qadın idi belə? Orta boy demək olar. Orta boy qadın. Hə. Dedi ki, bəs nədir? Biz dedik pul, o dedi ki, məsələn bizim imkanımız yoxdur, mənimlə belə bir söhbətlər. Orada şkafda... Nə qədər pul? Sizin ilk tələbiniz oldu, nə qədər pul? Valla bilmirəm, ilk tələbimiz neçə olaqdır. Mənzilə girəndən sonra hər şeydən əvvəl siz dəqiqləşdiniz ki, biz kimin mənzilinə gəlmişik? $30.000 dedi, hə. Kimin mənzilini soruşdunuz siz? Afiq mənzilində. Soruşdunuz ki, Afiq mənzilində? Orasını demişdik, söhbət. Yəni, ondan sonra biz tələb elədik ki, bilmirəm, $20.000-$30.000 arasında biz pul tələb elədik. Onlar da dedilər ki, yoxdur, nə bilim, yəni ev titirmişik, belə, yəni hələ ev yarımçıq qalır. Yəni, belə söhbətlər olundu. Onlar deyəndə həmin qadın, evin sahibəsində. Siz həmin qadınla elə digər mənzildə olanlarla bir yerdə söhbət edirdiniz, ya o mənzildə olanlar hara yerləşdirmişdiniz? Bura? Hə, bura. Burada bir 20 dəqiqə, 25 dəqiqə burada qaldılar. Xosrov Əfəndiyev Rəqsanə Vəliyevadan $300.000 pul tələb edir. Sonuncu bu tələbi yerinə yetirmədikdə soyuq silahla ona bir neçə zərbə vurur. Bundan sonra Rəqsanə Vəliyeva yataq otağına keçir və orada olan şkafdan $500 çıxararaq Xosrova verir. Bununla kifayətlənməyən Əfəndiyev əlavə pul və qiymətli əşyalar tələb etdikdə Rəqsanə qonaq otağındakı seyfdən $5.000 nəqd pul və $20.000 dəyərində olan hər birindən bir dəst fantaziya, badamı, gül, abadok və elips formalı brilyant sırğa üzüyü, 4 ədəd brilyant qaşlı nişan üzüyü, 5 ədəd qaşsız nişan üzüyü, 1 ədəd qızıl kişi saatı, 1 ədəd brilyant qaşlı Mercedes breloku, 1 ədəd brilyant qaşlı kişi üzüyü, 1 ədəd paxlava və oval formalı brilyant üzüyü, 2 ədəd qolbağı,
4 ədəd gül formalı zümrüd qaşlı üzüyü, 1 ədəd brilyant qaşlı qadın qol saatı, 1 ədəd boyunbağını, bir neçə qızıl sepi, 20 ədəd qızıl onluq və 11 ədəd qızıl beşlikləri Xosrov Əfəndiyevə verir. Söhbətiniz nədən ibarət olub? Qadın burada sizin tələblərinizə necə cavab verirdi? Evli yoxdur, heç nəyimiz yoxdur. 7 şirvan dedi, 6 şirvan dedi. Pul verə bilər. Biz də dedik ki, yalan deyirsən, 7 şirvan, 6 şirvan. Biz gəndə həmin qadınla söhbəti siz aparırdınız ya, sizdən başqa digər? Yox, mən də aparmışam, qardaşım da aparıb, qafır aparıb. Yəni ki, orada bir nəfər gəlib söhbət eləmirdi, hamı elə söhbət eləyəndə məsələn 3 nəfər də olmuşuq, təkli olmuşuq, 2 nəfər də olmuşuq. Hamamda saxlayanlara nəzarət Hədə ona görə deyirəm. Nəzarətçi qoyurdunuz da onları? Yox, nəzarətdə saxlayırdıq. Bir nəfər olurdu, orada məsələn 2 nəfər olurdu burada. Olurdu ki, Adnavremen nisifdə birinci yığılanda elə hamımız bir yerdə olmuşuq, üçümüz də hamısının üstündə. Bax, belə bir söhbət. Sizin tələblərinizə nə təklif elədi? Həmin qadın nə dedi? Nə pul ala bildiniz, ala bilmədiniz? Danış ifadəsi. Sonra artıq belə bir, həmən o dediyim bıçaq yoxdur. O bıçağın ucundan belə-belə bir-iki dənə qolundan, bir-iki dənə ayağından, zədə alandan sonra... Kim vurdu? Zədəni kim vurdu? Mən də vurdum. Sən vurdun. Sən də deyəndə başqa kim? Səhv eləmirəmsə Qafur da vurdu. Qafur da vurdu, bıçaqla. Hə, Qafur da vurdu, mən də vurdum. Mən Raşid vurdum. Qolunun hansı nahiyələrinə? Buradan. Çiyin nahiyəsi? Yox. Yəni belə, bu boşda. Başqa nahiyələrinə? Yox, bir də ayaqdan, buradan, iki dənə. Sonra? Sonra işte dedi ki, oğlu gəldi, o cavan uşaq. O dedi ki, hara qoysan deyənə mən deyim. Yəni ki, nə yalım çatdı, nə danışsın bunlarına. O da qayıtdı ki, orada da hasarı götür, nədir, asonları götürsün. Bir götürdü, hasarla açdı. Özü açdı. Haran açdı? Qadın elə bir dənə seyf var idi, bilmirəm, oradaydı seyf. Özü açdı. Həmin seyfi? Özü açdı. Nəsə özü götürdünüz oradan, neysə? Yox, özü götürdü, dedi, alın. Nə? Elə $5000 pul idi, bir də 3-4 dənə qızıl, bir dənə saat idi, toşun bilməm. Bir dənə saat idi, 2 dənə, 3 dənə də ayrı şeylər. Qızıl əşyalar? Qızılar. Bildirləyən tüzük də var içində. Bu da belə. Təxminən neçə adda əşya olardı, belə götürəndə sayı hesabı? 5-6. 5-6 adda qızıl Bəlkə də əşyalar. 7, yəni, bir dəqiq deyəmədim. $5000 pul? $5000 da pul. Dolların, pulun məbləğinin özü dedi sizə nə qədərdir? Yox, bir saydı, özü verir eləmdə. Biz də sayılıq gördüklərində 5000. Ondan əvvəl sizə hansı otaqdan, nəsə pul, başqa bir əşya? Yox, heç bir otaqdan verilməyib. Bir dəfə getmişik hansı otağa, ona baxdım, tanımadım. O 6 şirvan ilə 7 şirvan dedi, oradan çıxdı, onu elə bağladı, gəldi. Şkafdan, hansısa şkafdan götürüb sizə əlavə pul versin? Yox, heç sanırım. Bizdən ora açıldı. Bircə ora açılır. Hamam otağından Anar Vəliyevi dəhlizə çıxaran Xosrov ondan əlavə pul tələb etdikdə Anar anasının təqdim etdiyi əmlakdan başqa mənzildə pul olmadığını bildirir. Bu cavabdan sonra Əfəndiyev əlindəki bıçağın arxası ilə onun baş nahiyəsinə bir zərbə vurur. Hadisə yerində ifadə verən Xosrov heç kimi vurmadığını bildirsə də Anar Vəliyev ona bu epizodu xatırladır. Uşaqlara xəsarət yetirəyib, sən şəxsən özün tərəfi olmayıb belə? Yox. Ana, sənin kim yetirib? Sənə yetiriblər xəsarət? Bıçaqla? Başına? Tiyəsində. Onu kim vurmuşdu? O. Bu vurmuşdu? Mən vurmuşam. Bıçağın tiyəsi ilə? Tiyəsində. Bir xəsarət elə? Bir-iki dəfə. Bir-iki dəfə. Harada vurmuşdu onu? O, burada. Niyə səni nə məqsədlə vururdu? Yəni, qızıl və zinət əşyalarını yerinə göstərir. Pulun yerində. Əlavə deyirsən, mənzildən başqa, Əfəndiyev, başqa ancaq $5000 pul, bir də o göstərdiyin qızıl zinət əşyaları olur. Saat yadımdadır, bir dənə üzük yadımdadır, tana yadımdadır. Sep də deyəsən olur bir dənə. Sepi dəqiq deyənlərə, onlar yadımdadır. Özünüz şəxsən mənzildə axtarış aparıbsınız, nəsə aşkar etmək məqsədi ilə? Yox. Özünüz olmayıb belə şey?
Ona görə bu burada yerdən hardan nə tapacaqsan, nə bilirsən? Yox, axı sonradan istintaqla cinayət işli materiallarından görünür ki, sizdən sonra hadisə yerində baxış zamanı evdə axtarış aparıldığı, evdə qab qaşıq, şkaflar, yataqlar dökülmüş vəziyyətdə olub. Mən şəxsən heç də eləməmişəm, mən də görməmişəm kimsə. Sən özün şəxsən axtarmayırsan? Nə də görməmişəm ki, kimsə axtarsın. Getməyə hazırlaşdıqları məqamda qapı döyülür. Qapını açan Nasir Əfəndiyev və Qafur Xudaverdiyev evlərinə gələn Orxan Vəliyevi zorla içəri salandan sonra Xudaverdiyev əlindəki PSM markalı tapanca ilə onun baş nahiyəsinə zərbə vurur. Orxan üzü üstə yerə yıxılır. Həmin an tapancadan atəş açılır və güllə əvvəl qapıya, sonra isə mebelin aşağı hissəsinə dəyir. Mənzilə kimsə gəlib? Dedim də, bayaq cavan uşaq gəlmişdi. Mən xəbərim yox idi. Orada durmuşdum, gözləyirdim. Qafur elə bir maskada gedib qapını açıbdı. Uşaq da qorxub podiyeldən qaçmaq istəyəndə dartıb çəkirdi. Çəkəndə də əlindən açılırdı. Atəş indi istintaqla müəyyən olunur ki, atəş podiyezdə yox, mənzilin içində açılır. Mənzilin içindən açılır. Dartıb çəkəndə mənzilin içindən açılır. Budur ateşin yeri. Oradan keçib bu şkafın sağ tərəfində ilişib qalmışdı. Oradan keçib? Bəli, devamlı yeri də var. Buradan keçib şkafın sağ tərəfində ilişib qalmışdı. Arxada da keçib buradan. Hansı şkafda qalmışdı? Bu şkaf. O bu başında. Orada iz var ya. Aşağıda? Laf aşağıda var iz. De laf aşağıda. Yo daşı tutar da. Burada? Allah. Bir ateş açılıb içəridə. Biz atmış. Bəs o, əfəndiyev, necə ola bilər? Podiyezdən girən uşağı dartmaq üçün qapı hardadır? Qapı hardadır? Podiyezdən uşağı dartıb gətirmək üçün ateş harası var? Zorla gəlir. Sən onu zorla dartıb gətirəndə əli tətikdə olubdur, açılıbdır. Bura səni dartıb gətirəndən sonra açılır. Xusurov, o ateş bu istiqamətə getmək üçün bu mütləq bu hissədən açılmalıdır ateş. Buradan uşağı darta gətirən ya divara, ya bu istiqamətə. Mən gözümlə görməmişəm ki, imin uşaq nətər gəlibdir. Amma onu dartıb gətirəndə açılıbdır səni. Aydındır. Mən o yanda olmuşam, mənim xəbərim odur. Ateş açılanda. Ümumilikdə Afiq Vəliyevin mənzilinə etdikləri quldur basqını nəticəsində onlar zərər çəkənə 19.684 manat dəyərində maddi ziyan vururlar. Qarət olunan məbləğin bir hissəsi mənzili dəqiq nişan verən Əliyar Salahova çatdırılır. Əfəndiyev qardaşları və Qafur Xudaverdiyev 1998-ci il dekabr ayının 16-sında Ziya Bunyatov küçəsi 48/54 sayılı binanın 75/76 nömrəli mənzilinə basqın edirlər. Qohumunun mənzilini nişan verən Əliyar Salahov Tibb Universitetinin İnsan Anatomiyası kafedrasının müdiri Vaqif Şadlinskinin maddi vəziyyətinin yaxşı olmasını bildirir. Kimin mənzili kimi sizə təqdim olunur? Vaqif müəllimin. Kim idi Vaqif müəllim haqqında? Nə məlumat? Qardaşım. Ümumiyyətlə, kim idi, nə işlə məşğul idi? Qardaşım harada məşğul idi? Oxumuşdu. Həmin məqsəd öz təxminən nəyə ehtimal edirdi? Sənin mənzilə basqından nə əldə eləməyə? İmkanlar da belə olmalı. Bilmirəm, o 10.000, 20.000, 30.000 yəni biz deyə bilmərik, o yaşından asılı olan şey. Kimlə gəlmişdir bu mənzilə? Kimlər idi? Qafur, Nasirlə. Qafur, Nasirsən. Hansı silahlarla? Bir dənə silahla elə bir tapanca olubdur, bir də ki, Milka. Tapanca kimdə idi? Qafurda. Nə tapanca idi? Modelini bilmirəm, o dediyimiz tapanca. O şeylə, o... Qılışıtırlə? Xosrov Əfəndiyev zəngin düyməsini basan an qapını açıb evdən çıxan Solmaz Şadlinski ilə rastlaşır. Özünü itirməyən peşəkar əlindəki DNA elektroşoku onun sinəsinə dirəyib içəri daxil olur. Lakin qadın evinə basqın edildiyini görüb, qızı Səbinəyə tez içəri keçib mənzilin dəhlizində olan ikinci qapını bağlamasını və bu barədə atasına xəbər verməsini tapşırır. Qız qapını bağladığından Xosrov və digərləri içəri keçə bilmirlər və bu səbəbdən Solmaz Şadlinskinin başına və bədəninin müxtəlif yerlərinə zərbələr endirirlər. Yerə yıxılan qadının qışqırığına qonşular çıxdığı üçün ələ keçəcəklərindən ehtiyat edən cinayətkarlar hadisə yerindən qaçırlar. Necə planlaşdırmışsınız? Mənzilə necə daxil olmaq? Əvvəlcə.
Yuxarıdan sizdə ehtimal var idi ki, elə qapını belə kim açacaqlar. Yəni, ikimizdə tutmuşdur ki, ya elə bir qardaşım demiş ki, dəvətnamə üsulun. 2 ilin görə dəvətnamə toya çağırmaq. Belə bu fikirlə gəlmişdir. Siz bilirdiniz əvvəlcədən mənzildə kimsə var, yoxdur, dəqiqləşdirmişdiniz onu. Belə qardaşım bilirdi ki, yəni evdə adam var. Evdə adam var, hardan bilirdi onu? Bilmirəm də bilirdi. Ki, yəni ki, varda vaxtda evdə adam var. Ne baş verdi? Gəldiniz, yaxınlaşdınız. Nə baş verdi? Bir söhbət elə. Necə oldu? Kim qapını döydü? Nə baş verdi? İndi ifadə göstərdi. Qapını döymədi. Elə gələndə kontrol edəcək, burada çıxanda qapı açıldı. Siz qapıya yaxınlaşanda qapı açıldı. Qapı açıldı, elə qapıdan girəmədi işin içəri. Elə qapıdan arvad uşaqa düşdü, püskürdü. Elə yerdə yıxıldı. Qadın çıxdı. Qapı necə? Ucu açılmışdı ya, ya açılmışdı. Tam açılmışdı. O düşürlər ki, gördülər, elə bir maskanı elə maskalı taxmışdılar. Sonra maskanın nəfədi çıxartdılar. Qapı birinci düşdü aşağı tezbaza. Mən də qapını örtdüm, qıları dağılmışdı. Elə bir o münasibə məndən qaldı. Yox, içəri girməyə cəhd elədiniz. İçəri daxil girməyə oldu. mən girdim, çıxarım. Nə xəsarət yetirmişsiniz qadına? Bir dənə şeylə toxma vurmuşam. Sonra? Heç nə. Və bir də burasından bir dənə tutduğum xəram. Sonra qayıdıb qaçdınız? Yox, bu elə qapının yuxarı qaçdı, çıxdı. Elə bir qapının açılan kimi mən içəri girdim qapıdan. Qapı baxdı, özü bir yerini səhv eləmirəmsə, gəldim o nəsə dedi, deyirsən buradan da çıxmışdılar, yoxsa oradan hansı evdən, ya buradan da yuxarıdan idi. Bir nəfər gəl evi, yoxsa buradan açmışdılar mı qapıdan, bilməm, onu dəqiqləyə bilmərəm. Nəsə dedi ki, adam gəlir, belə bir söz işlər. Və çıxdı. Əvvəl kimlər qaçdı? Birinci qapı. Sonra? Dağımdan belə bir qardaşım biri dedi, gəl, çıxır qapıya. Mən də onların dağından qardaşımla belə getdik, bir metr arasında. Qapı bizdən bir 7 metr, 8 metr tez. Mənzilə daxil ola bilmədiniz? Yox, elə burada qapının altından da qaçdı. Bakı polisi quldurların törətdikləri 2 silahlı basqının açılması istiqamətində çalışarkən Xosrov Əfəndiyev yaxın silahdaşları ilə birgə Gəncəyə qayıdır və 4-5 aylıq fasilədən sonra növbəti cinayəti törədir. Hədəf 6 nömrəli Gəncə Dəmir Yol Stansiyasının müdiri Həsən Əliyev seçilir. Təxmini əgər sən buradan ora göstərsənsə, bu gedib orada əlavə kiminsə yenə soruşmalıdır. Ya bu hər halda bu dəqiq deməlisən ki, tutaq ki, orada filan qapıdır, filan var orada. Müəllim, mən yenə ifadəmdə həmən sözü gətirmişəm. Yəni ki, o adam mənə qayıtdı ki, öyrəndiyimi, bu adamın özü buradaydı. Mən də gəldim, burada salamlaşdıq, görüşdük, dedi, öyrəndin ki, Həsən Əliyev, dedim, bəli, bu belədədir. Belə deyəndə qayıtdı ki, əlimi uzatma, çox bilirəm. Çıxdı, getdi. Ta indi kimlər öyrənibdir, kimlər öyrənməyib. Bəlkə də mən deyim, mənim əlində onu toşulmaz sənətə dedim ki, yəni nətər biləm onun nəsə deyim. Evi sən özün yerini tanıysan, qapını tanıysan, o adamın qapısı. Hayır, amma bir səni elə bilirəm ki, dəmin altında olur. Kimin evi ilə maraqlanırdı? Həsən müəllim. Həsən müəllim. Nə işləyirdi Həsən? PT-nin müdürü işləyirdi. PT var burada, dəmir yol təşkilatı, oranın müdürü işləyirdi. Bir dəfə göstəribsən cəmi həmin ünvanı? Bəli, bizi dəfə. Bəli, özü də indi Allaha qurban olum, tutulsun özü də bilə ki, bizi dəfə həmən buradan ayrı yer desə mən ifadəmi yalan deyə bilərəm. Ya siz ki ifadənizə. Avtomat, tapanca, dəstə üzvü Elçin Hüseynovdan götürdükləri Winchester tüfəng və elektroşokla silahlanan Əfəndiyev qardaşları və Nasir ümumi 1999-cu il martın 4-də Tbilisi küçəsindəki 5 nömrəli evə basqın edirlər. Xosrov ev yiyəsi Həsən Əliyevin oturduğu otağa, digər 2 nəfər isə hamam otağında olan Solmaz Əliyevanı çıxarıb evə gətirmək üçün həmin otağa keçirlər. Bir neçə dəqiqədən sonra evlərinə gələn Emil və Elmir Əliyevləri qapını açan Nasir Əfəndiyev silahla hədə-qorxu gələrək ataları olan otağa salır. Əvvəl kimlər daxil olmuşdur? Nasirə. Nasir'in 2 Nasir. Qardaşın, o birisi. Birinci o birisi girir. Həyətə tez o girmişdi. Hardan girmişsiniz həyətə? Qapıdan. Qapı açıq idi. Nə silahlarla daxil olmuşdular? Kimdə hansı silah var idi? Avtomat idi. Avtomat kimdir? Qardaşım. Nasir'də. Sonra? Şimdi Winchester verildi o.
Ona oxşar bir silah. Winchester oxşar tüfəng. Hə, O kimdə idi? O biri Nasirdə. Hə. Səndə nə var idi? tapanca. Tapança. Sonra soyuq silah. Nasirdə, o birisi Nasirdə deyəsən. O birisində yoxsa bu birisini bilmirəm. Balaca belə bıçaq tutanır. Hə? Nəyə görəcək? Onlar əvvəl daxil oldu, sən sonra ikinci onlardan. Mənlə biz keç tərpəndik. Yəni qapağa görə. Qapağa görə. Aha. Silahları harda çıxartmışdınız? Harda çıxartdınız çantadan silahları? Burada. Burada. Hə. Bizi həyətə girəndən sonra maskaları harda girdiniz? Burada. Maskaları da burada. Hər üçüzdə. Hə. Aha. Həyətə girəndə kim var idi? Həyətdə kimsə gördünüz? Heç kim yox idi. Hamamda, o əl damında kimsə var idi. Olmalı idi kimsə. Yoxdur. Elə yaşayan adam var. Birinci otağa daxil oldunuz bura. Hə, mən gəldim ki, yollar otaqda. Onlar otaqdaydılar. Otaqda kim var idi siz daxil olanda? Bir dənə kişi, hündür. Hündür kişi, yaşı təxminən Bəyənmərəm onu. 45 dolardı, 48 dolardı. 45-48 yaşında. Nə gəldiniz, o nə vəziyyətdə idi? Yatmışdı, uzanmışdı, oturmuşdu? Oturmuşdu. Mən gələndə ayaq üstə. Sən gələndə uca ayaq üstə idi. Sən gələndə bu Nasirlər ondan söhbət edirdi. Hə. Aha. Nə məzmunda söhbət? Soruşdunuz ki, kimsən? Onlar məndən qabaq elə bir dəqiqləşdirmişlər. Söhbət eləmişdi. Gəldin, nə gördün burada və sonra söhbət elə? Biraz ətraflı söhbət elə ki, Söhbət edirdilər ki, belə də pul məsələsi, yəni bu qədər pul verəcəksən, nə qalacaqsan. Nə qədər söhbət gedir? Yəni ki, birinci demişdilər 50.000 dollar, sonra da başlayırdıq ki, nə hörmət edirsən, elə çıxaq gedək. Yəni bu söhbət gedir. O da deyirdi ki, mənim heç nə imkanım tapılar, 5 şirvan pulum var, axırda pulum, belə bir söhbət gedir. Uşaqlar da buradaydı, var idi uşaqlar. Hə. Neçə uşaq? Yox idi. Yox idi. Sonra gəldi. Aha. Uşaqlar sonra gəldi. Bəs sonra evin sahibəsi, qadını haradan gəldi, çıxdı? Sonra hamamdan çıxdı. Kim gətirdi hamamdan? Özü gəldi. Özü gəldi, biraz ətraflı. Yox da, yəni qapını döydülər ki, yəni Kim döydü? belə bilmirəm kimsə, ikisindən biri. Döydü ki, yəni çıxın yoldaşını Hardan bildiniz qadın hamamdadır? Uşaqlar dedilər ki, hamamda kimsə var. Heç bilinmirdi kimsə var. Sonra qapını döydülər ki, yəni çıxın yoldaşını çağırır, belə o da başa düşdü. Sən olmayıbsan? Sən Yox, ondan sən gətirmirsən? Həsən dediyimiz adamdan mən sonra... Həsən harada oturmuşdu? Həmin Həsən oturduğu Bura belə döyüldü deyəsən. Ola bilər, ev hansı tərəfində, hansı küncə yaxın? O yana. O yanında. Stol var idi ortada. Var idi. Var idi. Belə döydü, ikədir. Oturmuşdunuz siz də, oturub söhbət edirdiniz. Oturmuşduq. Silahlar. Silahlar biri stolun üstündə idi. O birisi də ki, əllərdə. Stolun üstündə nə idi? Balaca silah idi stolun üstündə. Tapança, sənin tapançın. Hə. Onlar da ki, o birisi də ki, əllərdə. Həsən Əliyevdən 500.000 dollar tələb etdikdə o bu miqdarda pulun olmadığını söyləyir. Bunu eşidən Xosrov və Nasir əllərindəki silahlardan 3 atəş açırlar və ev yiyəsini yaralayırlar. Nə təklif elədi sizə Həsən? Dedi, heç nə pul para yoxdur, yəni ki 5 şirvan pulumuz var, özümüz belə zorla dolanırıq. Yəni belə söhbətlər getdi. Nasir də dedi ki, ola bilməz ki sizdə pul olmasın, yəni ki nətər, yəni sizin evinizdə 5 şirvan pul, yəni şəhər balaca şəhərdir, biz tanıyırıq sizi, nətər sizin 5 şirvanınız var, yəni o mümkün olan şeydir. Birinci 50.000 dollar demişdi Nasir ki, gətir ver. Sonra 50.000 dollar keçdi ki, nəyə hörmət imkanını satıram. Yəni belə söhbət getdi. Bu da deyildi ki, yox, mənim heç bir qəfil pulum yox idi. Yoxdur, vəbşə ümumiyyətlə, axıra qədər də elə öz fikrimdə. Elektroşok olub sizdə? Hə, olur. Kimdə idi? Nasirdə. Elektroşokla. Birinci kim ona ateş açıldı, elektroşokla vurdu. Elektroşok. Kim vurdu? Nasir. Nasir vurdu? Hə. Elektroşokdan sonra gördülər ki, heç nə alınmır, heç nə hamımız bir fikir gəldi ki, bu adam deyəsən heç bir, yəni heç bir pul vermək, yəni 1000 dollar, 5000 dollar, 10.000 dollar, 3000 dollar, heç bir pul vermək sunmanın içindədir. Sonra qorxutmaq niyyətindən
elə bir atəş açılıb düz divara getdi dəydi. Kim açdı ateşi? Onu birinci Mahmud'da. Hə. Getdi burasına dəydi, düz burasına. Oturduğu yerdə, Hə. təxminən hardasa bu tərəflərə. Bilmirəm da təxminən bilirəm ki, bir bu boyda uzağa dəydi. Kənara. Hə, Hə. uzağa dəydi. Sonra yenə belə söhbət getdi. Bilirəm ki, dəqiq deyəmərəm nə qədər oldu. Bilirəm ki, bir hardasa 40 dəqiqə, 50 dəqiqə Evdə oldu. oldu. Hə. 40-50 dəqiqə arasında oldu. Dəqiq vaxt dedim, təyin edirəm ki, yəni nə qədər. Sonra təzədən mən özüm söhbət elədim ki, dünya görmüş adamsan, qapına gəliblər, yəni heç kim heç də istəmir burada, yəni ki, 500 manat pul məsələsini, yəni ki, düz qoş, biz çıxaq, heç kimin nədir, zörəyinə bahis olmaq fikrimiz yoxdur, yəni 500 manat artıq pulun var, sənin pulun hamısını almaq istəyən yoxdur, yəni ki, nəyə imkanı çatır, gətir ver, deyir ki, yoxdur. Arada bir dəfə də kiməsə demişdi ki, maşınım var, elə bir götürsün, çıxın, gedin, yəni Var idi həyətdə maşın. bilmədiyi markası nə idi, ona görə ki, üstündə deyəsən nəsə örtmüşdülər. Klyonka idi, nə idi, elə bir şey. Örtülüydü. Heç də, elə bir söhbət. Ondan da sonra elə bir yarım saat keçəndən sonra elə bir ikinci dəfə ateş açdı, mən açdım. Düz burasından da idi, burasından da idi. Yəni qorxuzmaq Sağ ya sol çeynini. bilmirəm, o yadımdan çıxır. Elə bir duranda artıq qorxuzmaq niyyətindən Xosrov Emil Əliyevə əlindəki elektroşokla cərəyan verdikdən sonra Nasir ümumi onu hamam otağına aparır və əl-qolunu köynə ilə bağlayaraq qayıdır geri. Eyni təzyiqlərə Elmir Əliyev də məruz qalır. Nəhayət cinayətkarlar bir neçə bıçaq zərbəsi Almaz Seyidovaya yetirirlər və təqidlə pul verməsini tələb edirlər. Xəsarət alan qadın şkafda olan $3000, 2000 manat, $200 dəyərində qızıl sırğanı, $300 dəyərində qızıl üzüyü və 20 manat dəyərində qızıl zənciri onlara verir. Yekunda nə əldə edə bilir? Sizə o qədər bilirəm ki, o yoldaşı gətirib $200 həcmində deyəsən 850 vermişdi ki, budur imkanımız. Mən də gətirdilər ki, bu nədir? Bizə verdiyi pula bax. 8 dənə 50 minlik şirvanıdır, elə bir o vaxt $200 həcmində idi. Götürdük. Sonra mən də qayıtdım dedim ki, oradan 50 minlik birini tulladı evə, birini tulladı evə, 7-sini götürdük. Qadını aparan Nasirlər idi. Oradan gələndə mənə dedilər ki, Dubinka zat vurduq, heç nə demədi. Dubinka vurdu. O Nasirdə, o birisi Nasirdə. Bir dənə belə fazla bıçaq var idi. Ondan bilmirəm, hansı vurub, hansı vurmuyub, amma ikisindən biri hansısa 3-4 dənə bıçaq sokmuşdu buralarına, balada belə ki, deyilsin, o da deməmişdi, ondan sonra çıxıb gəlmişlər. Yəni, Dubinka ilə da vurmuşdu. Qızıl götürədiniz, qızıl verdi. Bir dənə qızıl tana vermişdi, bilirəm ki, 12-13 şirvanlıq hərminlər. Adi qızıl, 7 qram, 6 qram, belə bir tana var. Sən bu otaqdan başqa... Onu da mən çıxandan sonra bildim ki, onlar götürür. Evin başqa otaqlarında olubsan, buradan axtarıbsan otaqları? Mən yox. Çıxdıq bir dənə otaqdan belə gəldik, baxdıq ki, nədir, heç bir səs yoxdur, yəni ki, beləcə qadın durubdu, oturubdu yerində, oturubdu elə... Oturub ya uzanıb? Yox, oturmuşdu var. Axırıncı dəfə onun başına təpi ilə vurub, otağı tərk edib, qaçıb gedəndə o deyir ki, bax gör, ölüb ya qalıb. Kim deyib ki, ölməmişdi, bir-iki dənə təpi buradan başına, uca öldü. Öldü? Hə. Mənim o haqq hesabdan xəbərim yox. Öyle bu sənin qaçıb siz çıxanda giriblər, bu otağa girib baxıbsınız. Kim baxın? Elə sizin dəstədə... Axırın səfər girəndə üçümüz də girmişik, daha ölüb başına təpiyib zastılmaq söhbəti oldu. Hamam otağında olan Emil Əliyev əl-ayağını açaraq qonşuya keçməyə imkan tapır. Bundan xəbər tutan şəxslər 4761 manat məbləğində əmlakı ələ keçirərək tələsik evi tərk edirlər. Hadisədən xəbər tutan qonşular və oğulları tərəfindən odlu silah yaraları alan Həsən Əliyev Gəncə şəhər xəstəxanasına çatdırılır və həkimlərin səyi nəticəsində onun həyatı xilas olunur.
Dəfələrlə aparılmış müşahidələr nəticəsində cinayətkarlar Bakının mərkəzi küçələrindən birində fəaliyyət göstərən Zümrüd Qızıl mağazasını silahlı basqın etməyə qərarına gəlirlər. Avtomat və səs boğucusu olan tapanca ilə silahlanmış Efendiyev qardaşları və Elçin Hüseynov iyulun 10-da səhər Bülbül prospektinə gəlirlər.